26 iyun narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrında maarifləndirici tədbir təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, təhsil və səhiyyə orqanlarının nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdürü Layiqə Hidayətova narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıb. O, gənclərin bu bəladan qorunması üçün ictimaiyyətin fəallığını vacib sayıb və bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin davamlı şəkildə həyata keçirildiyini bildirib. Tədbir çərçivəsində maarifləndirici videoçarx və təqdimat nümayiş olunub. Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Şahin İsmailov çıxışında qeyd edib ki, narkotik vasitələrin yayılmasının qarşısının alınması ancaq hüquq mühafizə orqanlarının işi deyil. Bu məsələdə valideynlərin, təhsil müəssisələrinin və ümumilikdə cəmiyyətin rolu danılmazdır. Sumqayıt şəhər Polis İdarəsinin narkomaniya ilə mübarizə bölməsinin əməkdaşı polis mayoru Şaiq Qulamov isə çıxışında narkotiklərlə bağlı cinayətlərin statistik göstəricilərindən danışıb. O, polis orqanlarının bu istiqamətdə həyata keçirdiyi əməliyyat tədbirlərindən bəhs edib və xüsusilə gənclərin maarifləndirilməsinə diqqət yetirildiyini qeyd edib. Abşeron Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi İman Ağayev isə tədbirdə təhsil müəssisələrində aparılan maarifləndirici tədbirlərə toxunaraq məktəblərdə və ali təhsil müəssisələrində şagird və tələbələr arasında narkotiklərin fəsadları ilə bağlı mütəmadi görüşlər keçirildiyini bildirib. Sumqayıt Narkoloji Dispanserin baş həkimi Vüsal Cabbarov çıxışında narkotik maddələrdən asılı şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində görülən işlərə toxunub. Sumqayıt şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Azər Bağırov isə çıxışında yeniyetmələrin narkotika cəlb edilməsinin qarşısının alınması məqsədi ilə keçirilən tədbirlərdən bəhs edib. Şəmstan Fikrətli, Elburus İsmailov bugün informasiya proqramı üçün.